Salam aleyküm aziz dostlar, hər vaxtınız xeyir olsun. Mən indiyə kimi bu formada, bu cür videonu mən hələ çəkməmişdim. Nəyə görə? Çünki mənim həm müştərilər də, həm də ki məndən bal almayan, adi videoma baxır, yorumda yazırlar ki, bu bal niyə durudur? Əziz dostlar, bu bal eyni baldır. Yəni may baldır, təzə süzdüyümüz baldır. Bunu 4 saat bundan qabaq xaladenikə qoymuşduq. Bunu isə ümumiyyətlə günün altında qalıb da. Yəni siz də bilirsiniz ki, hava isti olanda bal durulaşır. Və gətir bunun sübutu. Gətir yaxından gətir. Baba bir dənə bax, bu günün altında qalan baldır. Baxın dəyərli dostlar. Düzdürmü? Görürsüz, durudur. Amma bu bal isə eyni baldır. Sadəcə 4 saat bundan qabaq xaladenikə qoyduğum baldır. Gətir bura. Gətir. Bax. Heç vəbşəm gəlmir bu. Baxın. Qaşıqla sizin üçün buna bax. Qatı bal istəyirsiniz? Qoyum xaladenikə göndər. Sıravını o taksidə, o hava isti olanda bu qatılaşacaq. Bunu demək istədiyim odur ki, bu video çəkmə məqsədim odur ki, mən boğaza yığılmışam dəyərli dostlar. Bunu çəkirəm ki sizlər üçün. Əgər balınızın qatı olmasını istəyirsinizsə, balı göndərirəm sizin ünvanınıza. Götür 4 saat, 5 saat qoy xaladenikə. Bu formada qatılaşsın. Demirsiniz mənə qatı bal lazımdır. Gəl qardaş, bu da sənə qatı bal. İlin bu arada 30 dərəcə istidə, bu da sizə bu qatı bal göstərirəm. Nəyə görə? Çünki 4 saat xaladenikdə qalıb. Yəni balın duru olmağı ya qatı olmağı balın keyfiyyətini dəyişdirmir. Biri yazıb ki, bal niyə durudur? Yox, duru bal nə bilim yaxşı bal deyil. Əstəğfurullah. Sadəcə bunu çəkmə məqsədim odur ki, yəni siz də görəsiniz ki, balı qatı olmağı və duru olmağı heç bir şey dəyişdirmir. Kim bu cür və ballarımızdan istəyirsə 055 607 57 07 və sizlər üçün də qəşəng bir kampaniya eləmişəm. Bir balın bal alana baxın 2 kilo. 1 yox ha. Cəmaət hamısı 1 kilo verir. Mən 2 kilo sizə hədiyyə verirəm dəyərli dostlar. Gətir baxın. Bax bu həmin o duru baldır. Baxın bir dənə süzülməsinə baxın. Adi günün altında qalan baldır. Və bu bal ümumiyyətlə mən sizə göndərəndə bu formada gəlib çıxacaq. Amma siz götürsəz, məndən bal alan müştərilərə deyirəm. İndi orada uşaq yazır ki, bal belə, nə bilim, duru olmalıdır, qatı olmalıdır. Yəni onlara fikir vermirəm onsuz da. Məndən bal alan müştərilərə deyirəm ki, balın duru olmağı və xaladenikdə olan balla görün eyni baldır və qatıdır. Heç tökülmür də bu formada. Yəni gördünüz də, gətir onu yaxından gətir. Yaxından gətir, baba bunun qatılığını çək bir dənə. Bax. Baba, maşallah olsun. Bu da sizə qatı bal dəyərli dostlar. Baxın, heç süzülmür də, heç bıçaqdan da süzülmür. Təbii olmağını yenə də deyirəm sizə. Yəni balın duru və qatı olmağından bilə bilməyəcəksiniz. Təbii balı bir Allah bilir, bir arıçının özü. Yəni göndərdiyin balda əgər sən necə inanmaq istəyirsənsə, harda ürəyin istəyir apar yoxlatdıra bilərsən. 055 607 57 07 nömrəsi ilə əlaqə saxlayaraq bu cür ballarımızdan siz də əldə edə bilərsiniz. Təbiətdə çək görsər, bu bilsinlər ki, bal hansı zonadan, hansı təbiətdən gəlir sizin ünvanınıza çatır dəyərli dostlar. Azərbaycanın bütün bölgələrinə də çatdırılmamız tam pulsuz şəkildədir. Mənə də maraqlı gəldi. Bu necə? Sizdən balından